Pomidor mətbəximizin ayrılmaz hissəsi olan, demək olar ki, hər gün istifadə etdiyimiz bir tərəvəzdir. Salatlarda, şorbalarda, souslarda və müxtəlif yeməklərdə geniş istifadə olunur. Tərkibində vitaminlər, antioksidantlar və faydalı maddələr çox olduğu üçün sağlam qida kimi tanınır. Amma buna baxmayaraq, pomidor hər kəs üçün uyğun deyil. Bəzi insanlar üçün pomidor yemək sağlamlığa zərər verə bilər. Bu videoda sizə pomidor yemək kimlərə olmaz və hansı hallarda diqqətli olmaq lazımdır. Bunları ətraflı şəkildə izah edəcəm. Odur ki, videonu sona qədər izləməyi, bəyənməyi və paylaşmağı unutmayın. İlk olaraq mədə problemi olan insanlardan başlayaq. Qastrit, mədə xorası və ya mədə turşuluğu yüksək olan şəxslər pomidoru ehtiyatla yeməlidirlər. Pomidor turşulu qida olduğu üçün mədədə turşuluğu artırır və bu da yanma hissi, ağrı və narahatlıq yarada bilər. Xüsusilə ac qarına pomidor yemək bu problemi daha da gücləndirə bilər. İkinci olaraq, reflüks xəstəliyindən əziyyət çəkən insanlar üçün pomidor uyğun deyil. Reflüks zamanı mədə turşusu qida borusuna geri qayıdır və bu zaman döş nahiyəsində yanma hissi yaranır. Pomidor bu prosesi daha da sürətləndirərək simptomları ağırlaşdıra bilər. Üçüncü olaraq, böyrək problemləri olan şəxslər pomidor istehlakını məhdudlaşdırmalıdır. Pomidorun tərkibində oksalat maddəsi var və bu maddə bəzi insanlarda böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Xüsusilə əvvəllər böyrək daşı problemi yaşayan şəxslər diqqətli olmalıdırlar. Dördüncü qrup allergiyası olan insanlardır. Bəzi insanlarda pomidor allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar dəridə qaşınma, səpkilər, qızartı, dodaqlarda şişkinlik və hətta nəfəs almaqda çətinlik kimi ciddi hallar yarada bilər. Əgər pomidor yedikdən sonra bu əlamətləri hiss edirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. Beşinci olaraq, oynaq problemləri və artrit xəstəliyi olan insanlar da pomidoru az istifadə etməlidirlər. Pomidor bəzi hallarda orqanizmdə iltihabı artıra bilər və bu da oynaq ağrılarını gücləndirə bilər. Bu, xüsusilə xroniki ağrılardan əziyyət çəkənlər üçün vacib bir məqamdır. Altıncı olaraq, yüksək kalium səviyyəsi olan insanlar pomidoru ehtiyatla yeməlidirlər. Pomidor kaliumla zəngindir və bu maddə normalda faydalı olsa da, bəzi hallarda, xüsusilə böyrək funksiyası zəif olan insanlarda təhlükəli ola bilər. Yeddinci olaraq, diş həssaslığı olan insanlar da pomidor istehlakını azaltmalıdır. Pomidorun turşuluğu diş minasına təsir edə bilər və bu da dişlərdə həssaslıq və ağrı yarada bilər. 8-ci olaraq, dəri problemləri olan bəzi insanlar üçün də pomidor uyğun olmaya bilər. Bəzi hallarda pomidor akne və ya dəri qızartısını artıra bilər. Bu, hər kəsdə müşahidə olunmasa da, həssas dəriyə sahib olan insanlar diqqətli olmalıdırlar. 9-cu olaraq, hamilə qadınlar pomidoru tam qadağan etməsələr də, həddindən artıq istifadə etməməlidirlər. Çünki çox turşulu qidalar bəzi hallarda mədə narahatlığı yarada bilər. Ümumilikdə isə qeyd etmək lazımdır ki, pomidor çox faydalı qidadır. Amma hər şeydə olduğu kimi, burada da ölçü çox vacibdir. Həddindən artıq istifadə istənilməyən təsirlərə səbəb ola bilər. Əgər sizdə hər hansı bir xroniki xəstəlik varsa və ya pomidor yedikdən sonra narahatlıq hiss edirsinizsə, mütləq həkimlə məsləhətləşin. Unutmayın, sağlam qalmaq üçün sadəcə faydalı qidaları bilmək kifayət deyil. Eyni zamanda hansı qidanın sizə uyğun olmadığını da bilmək vacibdir. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Yeni faydalı məlumatlar üçün bizi izləməyə davam edin.